Bugün qonağım kosmetoloq Səidə xanım Məmmədova bizimlə birlikdədir. Botoksa ən demək əks göstəriş olan nədir? Miyasteniya xəstəliyi. Bir gel, bir bunun əridilməsi bu əzələyə zərər vermirmi? Yəni bu əzələ hardasa bundan bezib yorulmurmu yəni? Avropa öz vətəndaşlarının sağlamlığına önəm verir. Amma gördüyümüz kimi orada dolğu ləğv olunmuyor. Qəribə bir şəkildə insanlar müəyyən bir dövrlərdə müəyyən nahiyələri ancaq iriləşdirməklə və ölçüdən çıxarmaqla məşğul oldular. Mən həmişə deyirəm ki, pasientlərə öncə sağlamlıq, sonra gözəllik. Bəli. Yəqin ki, mənim fikrimdən razısınız. Bəli, İnsanın bəli, birinci sağlamlığı olmalıdır. Bəs biz qorualtını əzələri iflic eləyib təri çıxmağa qoymadıqdan sonra bir neçə il sonra bunun ağırlaşması, fəsadlaşması olmurmu? Bəylər məsələn, əgər dəyişmədən, heç kimin hiss eləmədən, yəni üz cizgilə dəyişmədən istəyirlərsə, bu zaman biorevitalizasiya etməlidir. Xoş gördük. Düz podkastı izləyirsiniz. Yenə mənəm Namidə İsayeva. Bugün qonağımla birlikdə sizlər üçün çox maraqlı mövzulara toxunacağıq. Əsasən də xanımlar düşünürəm ki, sona qədər bizi izləməlidirlər və izləsələr çox faydalanacaqlar. Nədən danışacağıq? Bugün bəlkə də cəmiyyətimizin çox yaralı yeri olan, ən çox danışılan, amma eyni zamanda da ən çox müraciət olunan inyeksiyon kosmetoloji prosedurlardan danışacağıq. Bilirsiniz ki, mən qonağımı hər zaman sizlərə təqdim edirəm. Çünki bir prioritetim var ki, mənim qonağım mütləq öz sahəsində tibb təhsilini almış və peşəkarlaşmış mütəxəssis olacaq və bu gün də həmin prioritetimə sadiq qalacağam və bu gün qonağım, baxmayaraq ki, biz kosmetoloji prosedurlardan danışacağıq və kosmetoloq Səidə xanım Məmmədova bizimlə birlikdədir, amma Səidə xanımı fərqləndirən onun tibb təhsilidir. Yəni tibb universitetini bitirib, tibb təhsilini alıb, ixtisaslaşıb, sonradan artıq kosmetologiyaya üz tutub neynəmək üçün? Təbii ki, bizim xanımlarımızı gözəlləşdirmək üçün. Bugün danışacağıq nələrdən? Hansı inyeksiyon prosedurlar olunmalıdır mövsümlərə görə? Elə prosedurlar varmı ki, bunlar təhlükəlidir, amma peşəkarlığa bağlıdır. Və yaxud da bəzən olur ki, inyeksiyon kosmetologiyadan sonra ağırlaşmalar olur. Baxın, bu ağırlaşmalar necə toparlanmalıdır? Kimlərə müraciət etməliyik? Və ümumiyyətlə lazımdır inyeksiyon prosedurlar. Bugün bunlardan danışacağıq. Beləliklə başladıq. Xoş gəlmisiniz Səidə xanım. Xoş gördük sizi. Namidə xanım, xoş gördük. Necəsiz? Sağ olun, çox şükür, yaxşıyam. Yaxşı olun. Məncə sizin belə deyək inyeksiyon prosedurların başladığı bir dövrdəyik, mövsümdəyik. Elə bir vaxtdır ki, mövsümə görə prosedurlara artıq müraciətlər olunur. Mən elə bilirəm ki, qış mövsümündə inyeksiyon prosedurlar nisbətən azalır, amma yay mövsümündə çoxalır. Həqiqətən belədirmi? Əslində qalsa, məsələn, insanlar fikirləşir ki, yay mövsümündə prosedur eləmək lazım deyil, amma bu mifdir, yəni səhv fikirdir. Nəyə görə? Əslində qalsa, yazda və payızda mütləq prosedurlar etmək lazımdır. Nəyə görə? Məsələn, yay fəslində biz istər-istəməz günəşin şüalarından alnımızı qırışdırırıq və bu da dərin qırışların yaranmasına səbəb olur. Buna görə yazda mütləq botoks proseduru eləməliyik, yaz və yay fəslində. Bir də demək, yayda mütləq biorevitalizasiya proseduru etməliyik. Nəyə görə? Çünki dəri quru olanda dərinin qocalmağı daha tezləşir. Amma biz biorevitalizasiya etməklə, yəni dərini nəmləndirməklə bu qocalmanın qarşısını alırıq. Yəni mütləq yaz və payız fəsillərində biorevitalizasiya və botoks prosedurlarını etmək məsləhətdir. Aha, belə deyək. Onda biz ümumi baxsaq, deyə bilərik ki, botoks bütün mövsümlərin prosedurudur. Botoks ümumiyyətlə bütün mövsümlərdə 18 yaş yuxarı bütün xanımlara istifadə etmək olar. Hətta botoks elə bilirlər ki, gözəlləşmək üçün yaranıbdır. Əslində botoks ilk növbədə tibbi məqsədlə yaranıbdır. Yəni botoks miqren ağrılarında, payız uşaqlarda, yəni iflic olan uşaqlarda, sonra uroloji problemlərdə botoksdan istifadə olunub. Sonra görüblər ki, botoksun həm də gözəlləşdirmə imkanı var və bundan sonra estetik tibbdə də istifadə olmağa başlayıb. Amma ilk növbədə botoks tibbi məqsədlə istifadə olunubdur. Yəni zəhər deyil. Botoks hamı fikirləşir ki, botoks zəhərdir. Xeyr, botoks bu dəfələrlə onun dozası azaldılıb və tibbi məqsədlə istifadə olunan bir preparatdır. Səidə xanım, baxın, mən verilişdə də əvvəldə də vurğuladım. Sizin tibb təhsiliniz olması bir üstünlükdür. Çünki mən özüm, məsələn, heç vaxt özümə rəva bilmədiyimi tamaşaçıma məsləhət görmərəm. Məsələn, mən günü bu günə qədər müraciət elədiyim, həm də verilişimə dəvət elədiyim bütün həkimlərin ixtisasına öncə maraqlanıram. Sizin tibb təhsili olmağınız yaxşıdır ki, ən azından siz üzün
anatomiyasını deyə çox yaxşı bilirsiniz. Təbii ki, bələdsiniz. Əslində sualımı nəyə gətirmək istəyirəm? Botoks inyeksiyası olunan vaxt elə nahiyələr varmı ki, ora botoks olunmamalıdır? Çox düz qeyd elədiniz Namidə xanım. Botoksu səhv nöqtəyə vuranda fəsadlar ola bilər. Demək, üzümüzdə iki qrup əzəllər var: levator əzəllər və depressor əzəllər. Levator əzəllər üzümüzü yuxarı qaldıran əzəllər, depressor əzəllər isə üzümüzü aşağı dartan əzəllərdir. Əgər biz səhvən demək depressor əvəzinə levatora vurarıqsa, bəli, bu zaman fəsadlar ola bilər. Hansı fəsadlar ola bilər? Qaş aşağı düşə bilər, sonra mefistosiya görünüşü deyə bilər. Bu nədir? Qaş ucu yuxarı qalxa bilər, ağızda əyilmələr ola bilər. Yəni bu səhv texnikalar nəticəsində fəsadlar ola bilər. Bunu çox düzgün qeyd elədiniz. Səidə xanım, baxın, mənə maraqlı olan bəzi şeylər var. Əvvəllər botoks deyiləndə deyilirdi ki, nə danışırsınız? Botoks üz əzəllərini iflic vəziyyətə gətirir, heç cürə istifadə eləməyin. Amma günü bugün botoks bizim vazgeçilməz bir inyeksiyamızdır deyək. Amma bəzi insanlar var ki, botoks istəmir və yaxud da ki, botoks uyğun deyil onun dəri tipinə, üz quruluşuna, hər hətta nəyəsə uyğun deyil. xəstəliklərinə, bəli. Paralel yanaşı xəstəliklər ola bilər, Məsələn, onlar bəli. epilepsiya xəstələrinə qətiyyən botoks olmaz. Bunu mən buradan qeyd edirəm və bütün xanımlar bilsin. Epilepsiya xəstəsidirsə, qətiyyən ona botoks olmaz. Yəni kosmetoloqlar pasiyent gələndə ilk növbədə ondan konsultasiya eləməkdir. Konsultasiya nə deməkdir? Pasiyentlə söhbət eləmək lazımdır ki, hansı xəstəliklərdəsə. Məsələn, qanında çox yüksək şəkər varsa, məsələn 500-600 mq desilitr əgər şəkər varsa, bu da botoks əks göstəriş deyir, amma dolayı yolla ola bilər iynələrin yeri gec sağalsın. Bunu nəzərə almaq lazımdır. Süd verən analar, sonra hamilə xanımlara qətiyyən heç bir prosedur, nəinki botoks, heç bir prosedur etmək olmaz. Yəni əks göstərişdir. Yəni bunların hamısını nəzərə almaq lazımdır. Bir də botoksa ən demək əks göstəriş olan nədir? Miasteniya xəstəliyi. Miasteniya nə deməkdir? Bu bizim bəzi pasiyentlərdə əzəllərin boşluğudur. Yəni əzəllərin keçiriciliyi zəifdir. Bu pasiyentlərə botoks vurduqda fəsadlar ola bilər. Gözləri aşağı enə bilər, ptoz yarana bilər, tənəffüs saçmamazlığı ola bilər. Miasteniya pasiyentlərinə, epilepsiya xəstələrinə qətiyyən botoks olmaz. Səidə xanım, çox maraqlı bir nüansa toxundunuz. Həqiqətən mən indi aşağı bir 7-8 ildir tibb sferasında və tibb verilişlərinin aparıcısıyam, amma ilk dəfə eşitdim ki, çox sağ olun bu məlumatı bizlə bölüşdünüz ki, əslində epilepsiya xəstələrinə botoks icazə yəni uyğun deyil. Pasiyentlər cavab danışırlar ki, doktor, biz bir neçə kosmetoloqa yaxınlaşmışıq, amma bu barədə heç kimizə deməyib ki, yəni məsələn mən epilepsiyam var, botoks eləmişəm və hiss edirəm ki, epilepsiyam daha da güclənir. Qətiyyən epilepsiyası olan pasiyentlərə botoks proseduru olmaz. Yəni inyeksiyon bir prosedurdur deyə buna səthi yanaşmaq olmaz da. Ən azından bir gəlib siz demişkən də anamnez toplanmalıdır. Bilinməlidir ki, bu insan paralel bir xəstəliyi varmı, xroniki xəstəliyi varmı və inyeksiya olsa belə bunun da bir fəsadlaşması ola bilər də. Həkim bunu pasiyentə açıqlamalıdır və yaxud da öz işini rahatlatmaq üçün əvvəlcədən ona bir anamnez toplanmalıdır. Mütləq və mütləq. Hətta nəyə görə soruş? Mən pasiyentdən həmişə yaxınlaşanda soruşuram ki, siz hansı proseduru etmisiniz və nə qədər vaxt öncə etmisiniz? Bunu nəyə görə soruşuram? Ona görə ola bilər ki, iki prosedur bir-birinə əks olsun. Məsələn, botoks prosedurunun üstündən PRP proseduru etmək olmaz. PRP bildiyimiz kimi qandan alınan plazma yolu ilə tətbiq etdiyimiz prosedurdur. Çünki həmin prosedur və yaxud da DMAya proseduru botoksdan sonra olmaz. Yəni ona görə çox geniş anamnez toplamaq lazımdır ki, pasiyentdən dəqiq. Yəni kosmetologiya düzdür, Azərbaycanda biraz fərqli yanaşılır, amma kosmetologiya da tibbin bir sahəsidir. Yəni burada demək həkim insan üzü ilə işləyir. Bildiyimiz kimi üzümüzdə damarlar, sinirlər, əzəllər var və necə ki orqanizmin digər nahiyələrini həkimlər müayinə edirlər, üzümüzü də həkim kosmetoloqlar daha yaxşı anlayırlar. Çünki tibb universitetində anatomiya, fiziologiya, patoloji anatomiya və digər fənlər keçirilibdir və həmən fənləri öyrəndikcə biz əzəllərin biokimyasını öyrənirik, orqanların biokimyasını öyrənirik və daha düzgün işləmək üçün bu bizə işimizdə çox yardımcı olur. Səidə xanım, o məsələlərə sonra toxunacağam. Bu kosmetologiyanın bir ara var idi ki, ümumiyyətlə nəzarətsiz idi. Hər kəs istədiyi bir belə deyək A4 vərəqində olan bir sertifikatı gətirirdi ki, mən kosmetoloqam, başlayırdı əlinə iynəni alırdı və bunun fəsadlaşmasını, insanı hansı vəziyyətə gətirib çıxardı, bunu düşünmədən hamı özünə kosmetoloq deyirdi. Sonra çox sağ olsun ki, dövlətimiz müəyyən mənada bunu qarşısını aldı və nəzarət həyata keçirildi. Buna toxunacaq, bu məsələlərə gələcəyik. Çünki mən düşünürəm ki, siz bunu danışmağa haqqı olan həkim kosmetoloqlardansınız. Çünki sizin tibb təhsiliniz var və sertifikatınız var. Səhiyyə Nazirliyindən verilən bu fəaliyyəti dəstəkləyən sizin sertifikatınız var. Hansı ki, ölkədə cəmi 40 nəfər də var ki, sən həkim kimi bu sertifikatla həqiqətən hüququn var ki, inyeksiyon kosmetoloq işləyəsən. Buna gələcəyik bu məsələlərə, amma
Amma mənə maraqlı olan nədir? Deyək ki, bəzi insanlar siz də vurğuladınız ki, botoks mümkün deyil. Bəs botoks istifadə olunmayan insanlara əvəzləyici, onu məsələn əvəz edən hər hansı bir prosedur, hər hansı bir inyeksiya varmı ki, biz onu tətbiq edə bilərik? Bəli, Namidə xanım, mən sizə düzün demək istəyirəm. Bəzən mən görürəm, kosmetologlar paylaşır ki, botoksu əvəz edən bir prosedur var. Düzdür, botoksu tamına heç bir prosedur əvəz eləyə bilməz. Nəyə görə? Çünki onun verdiyi lifting, qaşdan qalxması, alnın yuxarı qalxması, göz qaş arası məsafənin artmasını heç bir prosedur botoks qədər edə bilməz. Bu danılmazdır. Bunu konkret demək lazımdır. Amma əgər pasiyentdə botoks olmarsa və yaxud da indi yeni bir tendensiya var. Pasiyentlərin çoxu deyir ki, biz botoks və dolğu istəmirik. Deyəcək, elə hallarda əlbəttə mezoterapiya, biorevitizasiya, PRP proseduru, cənsi aşılandan istifadə etmək olar. Amma bu prosedurları, yəni kurs şəklində etmək lazımdır. Botoks ekonom prosedurdur. Bir prosedurla 6-8 ay həmən gözəlliyi saxlaya bilirik. Amma digər prosedurları isə 3-4 seans etməklə botoks proseduruna yaxın nəticə əldə etmək olur. Bəs üzümüzdə, üz quruluşumuzda anatomik olaraq elə nahiyələr varmı ki, ora inyeksiyanın olunması, toxunulması təhlükəlidir? Sırf həmin əzələləri, həmin nahiyələri işləmək peşəkarlığa bağlıdır. Bəli, üzümüzdə demək burun və qaş arası nahiyə dolğu ən təhlükəli zonadır. Bunu yəni demək lazımdır, gizlətmək lazım deyil. Nəyə görə? Səidə xanım, üzr istəyirəm, burun dediyiniz hansı bu? Məsələn, bəzən deyirlər burun dolğusu eləyirik, burunda əyrilik varsa düzəldik. Həmin dolğudan söhbət gedir. Burun botoksu tam təhlükəsizdir, burun lipolitiki təhlükəsizdir, amma burun dolğuları və qaş arası nahiyədə olan dolğular təhlükəlidir. Soruşa bilərsiniz nəyə görə? Orada həmin nahiyədə damarlar çox sıxdır. Yəni arteriyaların, venaların sıx yerləşdiyi bir nahiyədir. Ona görə təcrübəsiz bir kosmetoloq orada işləyəndə aspirasiya deyilən bir şey var. Nədir aspirasiya? Həkim demək həmin nahiyəyə dolğu vuranda demək porçeni geriyə çəkir və orada qanın olub olmamasını yoxlamalıdır. Əgər qan yoxdursa, demək həmin proseduru icra etmək olar. Yəni bu da açığı bir təcrübə tələb edir. İllər boyu sən işləməlisən, iynə əlivə öyrəşməlidir belə bir söz var və bundan sonra həqiqətən bilmək olur ki, qaş arasından və burun nahiyəsindən dolğu etmək olar, yoxsa yox. Amma belə baxanda dolğular arasında ən riskli nahiyə qaş arası və burun dolğusudur. Məsələn, Səidə xanım, bunu açıq deyəcəm. İndi siz o anatomiyanı bildiyinizə görə, bu məsuliyyətinin fərqində olduğunuza görə deyirsiniz ki, məsələn, ora təhlükəlidir, bura məsuliyyət lazımdır ki, o belə deyək də inyeksiyanı eləyəndə orada hər hansı bir fəsadlaşma yaranmasında. Amma bax bunu siz deyirsiniz, bilgili insanlar deyir. Amma gəlin bu anatomiyadan xəbəri olmayan bir kosmetoloq bunu eləsə deyəcək ki, nə var ki, qaş arasında bunu tutacağam, inyeksiyanı eləyəcəm. Onun üçün çox rahatdır. Amma sizin üçün bilgili olmaq biraz da məsuliyyət üstlənmək deməkdir də. İnsan hər şeyi biləndə artıq o biraz necə deyim, qorxmaq deməyə belə riski gözünə alır. Amma heç nə bilməyəndə artıq o hər yola gedir. Çünki onun hansı fəsadın olduğunu bilmir. Bir söz verir, gözünü yumur gedir. Gözünü yumur gedir, bəli. Bilmir ki, orada nə baş verir. Hətta sizə deyim ki, elə mən çox həddən artıq demək dolğu əridirəm. Bu ən çox işıq dolğularını əridirəm. Demək burun, gicgah nə ilə əlaqədardır, dolğular düzgün icra etmirlər və fəsad olan kimi demək həkimlər artıq o pasiyentdən imtina eləyirlər və onu əritməyə qorxurlar. Mən sizə deyim ki, demək dolğu əritməkdə prosedurdan çox dolğu əritmə eləyirəm, çünki səhv vururlar. Dolğudur, botoksdur və sıvı üzgərmədir. Bunu mütləq və mütləq həkim kosmetologlar icra etməlidir. Bunu da buradan bildirmək istəyirəm. Çünki onlar xüsusi savad tələb eləyir, professionallıq tələb eləyir. Bu üç proseduru mütləq həkimlər tərəfindən icra olunmalıdır. Məsələn, pasiyentlər deyilir ki, doktor prosedur etdik, amma nəticə yoxdur. Bu nə ilə əlaqədardır? Çünki üzümüzdə bir neçə qat var. Epidermis, derma, dəraltı pi qatı, smas qatı, əzələlər olan qat. Biz əgər səhvən o qatların birinə yox, digərinə demək məhlulu yeridiriksə, onda nəticə almaya bilərik. Çünki həmən qatda yerləşir fibroblastlar, həmən qatda kollagen sintez olunur və biz onu digər qata yerləşdirsək, heç bir demək nəticə almarıq. Səidə xanım, bir sual yadımdan çıxdı, özümə maraqlı idi. Məsələn, botoks istifadə edirik. Birinci dəfə botoks çox qəşəng effekt verir. Amma müəyyən dəfə də eyni adam, heç kosmetoloqu dəyişmirik deyək ki. Bir dəfə, iki dəfə, üç dəfə artıq istifadə elədikcə bir dəfə də gəlir qaşımız düşür. Bu toz yaranmır, göz qapağı yox. Bir də var ki, qaş aşağı basılır da, yəni bilirsən ki, göz əti buradan artıq çıxdı. Bu nəyə bağlıdır? Əslində qalsa, burada siz deyirsiniz, eyni kosmetoloq edirsə, demək, burada demək, alında elə nöqtələr var ki, orada millimetr, ümumiyyətlə botoks çox riyazi bir prosedurdur. Deyə bilərsiniz ki, doktor, botoksla riyaziyyatın nə əlaqəsi? Amma
Xeyr, burada riyaziyyat çox önəmlidir. Nəyə görə? Orada hesablanma var. Bilirsiniz ki, insulin şpritində vurulur. Botoks dozaları 50, 100, 300, 500 təsir vahidi botokslar var. Onların dolaşdırma qaydası var. Nə qədər maye vurulmalıdır, nə qədər təsir vahidi vurulmalıdır və orada santimetrlə işlənməlidir. Əgər 1 millimetr aşağı və yuxarı vurularsa burada fəsad yarana bilər. Ona görə bunların hamısı əhəmiyyət kəsb edir. Əzəllərin yerləşməsi, dozanın olması, sonra pasiyentin də burada rolu var. Mən həmişə həkimlərə deyirəm ki, bunu etmirlər, bunu etmirlər, amma pasiyentlərin də rolu var. Çünki məsələn pasiyentlər var, botoks eləyəndən sonra 4-5 saat şaquliyə, yəni vertikal vəziyyətdə qalmaq lazımdır. Nəyə görə? Çünki o botoksun diffuziya deyilən bir şey var, bir əzəldən digərinə yönlənməsi. Diffuziyanın qarşısını almaq üçün pasiyentlər prosedurdan 4-5 saat sonra vertikal vəziyyətdə olmalıdırlar. İsti prosedurlardan uzaq durmalıdırlar. Minimum 5 gün. Bu sauna, türk hamamıdır və məsələn bunları etməməlidir. Antibiotik terapiyadan uzaq olmalı. B qrup vitaminlər istifadə etməməlidir. Bunlardan istifadə etməsə botoksun demək qalıcılığı daha da uzun müddətli olar. Amma eyni kosmetoloq eləyirsə, yenə deyirəm, orada əzəllərin yerləşməsini nəzərə almaq lazımdır məncə. Səidə xanım, ola bilər başqa preparatdan, botoksunda fərqli preparatları vardı. Ola bilər bir dəfəyə başqa bir preparatdan istifadə edib, onun keyfiyyəti digərləri qədər yaxşı olmayıb. Mənim fikrim belədir. Bu zaman çıxış yolu nədir? Bunun çıxış yolu artıq həm kosmetoloqa müraciət etmək lazımdır, həm də pasiyentlər evdə isti kompreslər eləyə bilərlər. Amma daha tez bu fəsadların arasından qaldırmaq istəyirlərsə, kosmetoloqa müraciət etmək məqsəddir. Səidə xanım, baxın, gündən-günə bu tip ümumiyyətlə yenilənir. Təbii ki, kosmetologiyada da irəliləyiş var, inkişaf var, yeniliklər var və s. və ilaxır. Sıvı üzgərmə dediniz. Sıvı üzgərmədən danışacağıq, amma bundan əvvəl də siz bir şeydən danışdınız, əritmə, gellərin əridilməsi, botoksun əridilməsi. Bax, bu gelin dəri altına və yaxud da əzələ toxunmasına yerləşdirilməsi əzələnə zaten əlavə bir belə deyək, materialın yerləşdirilməsidir. Bir də bunun əridilməsi gəlsə üzərinə. Bu əzələni biz yüklənmirikmi? Bir gel, bir bunun əridilməsi. Bu əzələyə zərər vermirmi? Yəni bu əzələ hardasa bundan bezib yorulmurmu yəni? Son zamanlar Nabidə xanım belə bir tendensiya yaranıb ki, dolğulardan hamı qorxur. Əslən qalsa Avropa kimi ölkələrdə dolğulardan çox geniş istifadə olunur. Avropa öz vətəndaşlarının sağlamlığına önəm verir. Amma gördüyümüz kimi orada dolğu ləğv olunmuyubdur. Sadəcə Azərbaycanda dolğulardan, bədən dolğularından, yəni bədən nahiyəsi üçün sarğı, bud, baldır nahiyəsi üçün nəzərdə tutulmuş dolğuları insanların üzünə vururlar. O bədəni böyütmək üçün nəzərdə tutulduğuna görə üzə vuranda başlayır şişməyə. Çünki bu çox böyütmək üçün nəzərdə tutulub və üzdə şişmə olduğuna görə üz başlayır sallanmağa və bu da insanlarda əks reaksiya yaradır ki, yox, mən dolğu eləsəm üzüm sallanır. Amma dolğular iki cür olur. Bədən dolğuları və üz dolğuları. Bədən dolğuları bildiyimiz kimi bədəni böyütmək üçün, üz dolğuları isə üzü konturlamaq üçün istifadə olunur. Əgər biz üz üçün nəzərdə tutulmuş dolğulardan istifadə etsək, düzgün texnika ilə düzgün nöqtələrə vursaq, dolğulardan möhtəşəm demək nəticələr olur. Bir də ki, Səidə xanım, belə indi tendensiyadan danışdınız, amma mən biraz daha geri illərə qayıtmaq istəyirəm. Əvvəl inyeksiyon kosmetologiya, dolğular başlayanda necə idi? Hər şey böyük ölçüdə dəbə gəldi. Yəni dodaqlar çox iri qabaritli, iri ölçüdə, sonra yanaq dolğusu gəldi, hamı belə yanaqlı oldu. Sonra gəldi çənə dolğusu, baxdıq hamı üçkünc oldu. Yəni belə çox qəribə bir şəkildə insanlar müəyyən bir dövrlərdə müəyyən nahiyələri ancaq iriləşdirməklə və ölçüdən çıxarmaqla məşğul oldular. Amma indi baxırıq ki, məsələn izləyirik, baxırıq, çox gözəl bir haldır ki, o iri dodaqlar getdi. İndi gəldi onun əvəzinə nisbətən öz quruluşunu saxlayan, öz formasını saxlayan, amma daha fərah görünən dodaqlar və yaxud da ki, deyək ki, yanaq dolğusu daha çox iri qabaritlər dəbdə deyil. Məsələn, indi hal-hazırda tendensiya nədir bu barədə? Çox gözəl vurğuladınız. Əvvəlcə, mən Nabidə xanım, əvvəllər də demək, o yöndən getmirdim. Necə? Yəni, məsələn, deyirəm, həmişə xoşlayırdım ki, insan dərisinin keyfiyyəti artsın. Yəni, özümüz olmaqla, yəni biz hamımız fərqli insanlardır. Öz cavanlığımızı saxlamaqla, qırışlar olmasın, dəri təravətli olsun, parlaq olsun. Məsələn, dodaqlarımızın qırışı olmasın, hardasa boşluq varsa oranı doldurmaq. Yəni, 10 il, 15 il əvvəl sifətimiz hansı demək, necə olubsa elə olsun. Amma demək, cavanlaşsın, təravətlənsin. Yəni, mən əvvəllər də belə işləyirdim.
istəyirdim. Ümumiyyətlə 2026 demək bu bütün dünyada trenddir ki, böyük dolğulardan artıq hamı əridir. Rusiyada bunu paylaşırlar, bütün məşhur müğənnilər, demək hamısı sosial insanlar hamısı böyük dolğular əridirlər və çox az miqdarda. Məsələn 1 qram dolğu ilə mənim öz bir texnikam var. Mən bunu Alman professordan öyrənmişəm. Radikal lifting nə deməkdir? 1 qram dolğu ilə maksimum ən belə çox sağlamı olan pasientdə 2 qram dolğu ilə həm yanaqları qaldırmaq olar, həm də nasaqoqqanı demək açmaq olar. Yəni çox dolğu istifadə etmək əslində düzgün deyil. Nəyə görə? Çünki dolğu bildiyimiz kimi hyaluron turşusudur. Və hyaluron turşusu özünə mayı yığaraq böyüməyə başlayır. Əgər biz yanağa 4-5 qram dolğu etsək, o başlayacaq böyüməyə və bəzi müğənnilərdə görürsünüz, xoşa gəlməz görüntülər olur da. Yəni insan öz normal görünüşündən çıxır. Ona görə hər şeyin öz norması var. Yəni qızıl ortalıq. Yəni el etmək lazımdır ki, insan gözəl görsəniz. Məsələn, işə gedəndə hamı desin nəsə dəyişiklik var, amma hiss eləməsin ki, hazır. Əsl kosmetoloq odur ki, etdiyi prosedurları hiss eləməsinlər, amma desinlər ki, səndə nəsə dəyişiklik var. Səidə xanım, demək mən belə başa düşdüm ki, hal-hazırda tendensiya odur ki, insanı özü olmaqdan çıxartmırıq da, özü olduğu kimi saxlayırıq, amma gözəl və fərah göstəririk. Bir neçə gün əvvəl idi, televiziyada bizim müğənnilərdən birisinə baxırdım. Yəni adam deyir ki, çox kiçik toxunuşlar eləmişəm, sadəcə özümə baxım üçün. Cins fərqi qoymayacağam, bəydir, amma yəni fərqi yoxdur, xanım da olsa, bəy də olsa, hər kəsin haqqıdır ki, bu inyeksiyadan istifadə eləsin, amma kiçik toxunuşlar dediyindən insanın əvvəlki vəziyyətlə indiki vəziyyət arasında heç bir əlaqə yox idi, yəni. Əgər bəydirsə, adını demirəm, mən onu gördüm. Həqiqətən onunla hətta bir qonaqlıq məclisində birlikdə olmuşduq. Yəni insanın üz quruluşu dəyişib. Bax onu mən toxunmaq istəyirəm. Həmin kişilər, bəylərdə demək botoks proseduruna toxunmaq istəyirəm. Bəylərin botoksları demək bir çox kosmetoloqlar etmir. Nə ilə əlaqədardır? Çünki orada demək qadınlarda feminal quruluşdu botoks etməyi xoşlayır. Qadınlar nə qədər xoşlayır, qaşlarımız qalxsın, düzdürmü? İstəyirlər ki, daha feminal, daha qadınsı görsənsinlər. Amma bəylərdə bunu etmək elə asan deyil. Nəyə görə? Biz el etməliyik ki, orada həmən bəyin cizgiləri, əvvəlki cizgiləri qalsın. Hətta bəylər qorxur ki, doktor birdən botoks edərik, mən qadına oxşayaram. Yox, onun öz demək detalı var. Söz üçün mən onu burada demək istəmirəm. Amma yəni bəyləri orada məsələn həmən bəy müğənniyə mən bildiyim kimi deyirsiniz, orada xanıma olunan botoks olunubdur. Ona görə onun qaşları, mən fikir verdim, qaşlarının ucu qalxıbdır və daha belə feminal sifət yaranıbdır. Onu elə etmək olardı ki, qaşlar bəylərin öz quluşunda olsun. Hətta Türkiyədən danışa bilərik. Alişan müğənni var, Alişan. Onu da elə eləmişlər ki, qadın kimi olmuşdur. Əslində bəylərə elə demək botoks etmək lazımdır ki, feminal olmasın. Yəni qadın görüşü yaranmasın. Çox təəssüf elədim. Çünki insan çox böyük qürurla deyir ki, heç bir xırda toxunuş eləmişəm, amma özü deməsəydi ki, mən filan kəsə mən onu tanımayacaqdım. Yəni çünki o qədər səhv toxunuşlar olub, mən də qarşıma çıxdı və onun həqiqətən orada botoksu onun düzgün olmayıbdı. Çünki bəylərə o texnika ilə botoks olmaz. Gəlin belə sual qoyaq. Bəylər hansı prosedurlara müraciət eləməlidirlər əslində? Bəylər məsələn, əgər dəyişmədən, heç kimin hiss eləmədən, yəni üz cizgilər dəyişmədən istəyirlərsə, bu zaman biorevitalizasiya etməlidirlər. Biorevitalizasiya nədir? Dərinin yenilənməsi. Biohəyat deməkdir, revitalizasiya yenilənmə demək. Yəni dərinin yenilənməsi, kollagen sintezi, qırışların açılması, rəngin bərpası, solğunluğun aradan götürülməsi üçün biolardan istifadə edə bilərlər. Ən belə real prosedur, əgər botoksdan qorxurlarsa, düzgün həkim yanında deyirlərsə, biorevitalizasiya edə bilərlər. Mənim amma o qədər sevinirəm ki, Səidə xanım, biz artıq özümüzə qayıtdıqda o iri dodaqlar, iri yanaqlar, belə 3 gün çənələr getdi də, yəni insanlar artıq yavaş-yavaş özləri olaraq qala biləcəklər. Əslində dünyada neçə milyard insan varsa, bizim barmaq izlərimiz var. Bilirsiniz ki, heç bir iki insanın barmaq izləri təkrar olunmur. Bizə Allah fərdi yaradıb. Ona görə hər birimizi fərqli yaratdığına görə bizim üz cizgilərimiz də fərqli olmalıdır. Yəni biz bunu anlamalıyıq. Biz indi onsa tendensiyadır. Bunun qarşılığını heç cür almaq olmaz. Hamı istəyir gözəl görsənsin. İmkanı aşağı olanda, yuxarı hamı istəyir ki, yəni biz hər gün rastlaşırıq. İnan o qədər belə büdcəsi aşağı olan xanım da gəldi ki, doktor mən gözəl görsənmək istəyirəm. Mən buna hörmətlə yanaşıram. Mən sizə belə deyim, bilirsiniz ki, mən anestezioloq işləmişəm uzun illər. Bakının ən gözəl, ən müasir klinikalarında işləmişəm və həm də kosmetoloq. Yəni anesteziologiyada yeni bir, yəqin ki, anestezioloqlar mənim fikrimlə razılaşır. Bir irəliləyiş yoxdur. Demək olar ki, preparatlar eynidir. Bir 5-10% irəliləyiş olur. Amma kosmetologiyada
Demək yenilik çoxdur. Məsələn biz necə fikirləşə bilərdik ki, demək salmonella, yəni qızıl balığın demək DNK-sından biri bizim üzümüzə ola və ya da kəhraba turşusu. Yəni inanırsınız sıvı üzgərmə müasir bir prosedurdur. Son 5 ilin ən trend prosedurudur və ən gözəl prosedurdur. Həqiqətən insanı 10-15 yaş cavanlaşdırır və plus insanın özündən fərqli olmağına demək mane olur. Yəni özü kimi qalır, amma 10-15 il əvvəl ki demək üz quruluşu yaranır. Deyə bilərsiniz ki, necə ola bilər ki, bu Səidə insan... xanım, üzr istəyirəm. Gəlin bax bunu müqayisəli şəkildə eləyək. Bir var ki, üzgərmədən danışaq. Hamı, bütün xanımlar 35 üzəri, 30 üzəri hamı artıq başlayır ki, mənim dərim düşdü, mən cavan görünmək istəyirəm. Yəni belə deyək də yaşlanma qorxusu bütün xanımlarda var. Evet. Üzgərmə dediyimiz zaman bir var belə deyək, cərrahi şəkildə üzgərmə. Bir də var ki, sizin dediyiniz kimi inyeksiyon olan üzgərmə. Həmin inyeksiyalarla olan üzgərmə cərrahi üzgərmənin effektini verirmi? Bəli, verir Məmdə xanım. Hətta mən daha yaxşı olduğunu deyə bilərəm. Nəyə görə bunu demək vurğulayıram? Ona görə ki, əməliyyatda bu yaxınlarda bir xanım müğənni əməliyyat eləmişdi. Həqiqətən mən baxanda qorxdum, adını demək olmaz. Amma çox belə gözləri dartıq, nə bilim başqa planetli kimi görsənirdi. Amma sıvı üzgərmə elə deyil. Heç bir cizgilərinə, gözlərinə, qaşları, heç bir bizim mimikamız dəyişmədən dərini cavanlaşdırır. Bu nəyin hesabına baş verir? Sıvı üzgərmə nədir? Onun tərkibində olan pelela nədir? Polilaktik asid, yəni polisü turşusu. Bu nə edir? Kollagen sintezini artırır. Bizim dərimizi cavan saxlayan kollagen və demək gialüron turşusudur. Kollagen azaldığına görə dərimiz yaşlanır, sallanmağa başlayır və həmin pelela, yəni demək sıvı üzgərmə bu arada onun marketinq adıdır. Sıvı üzgərmə hesabına üzümüz başlayır kollagen sintezi artmağa və bu zaman nə olur? Üzümüzdə kollagen miqdarı normallaşdığına görə üzümüz sıxlaşır, dərimiz rəngi açılır, lifting olur. Mən hətta deyirəm ki, əməliyyatdan daha yaxşıdır. Nəyə görə? Çünki əməliyyatdan bilirsiniz ki, əməliyyatdan demək olar ki, 90% xanımlar əməliyyatdan sonra narazı qalırlar. Bunu hamımız bilirik ki, burada narazı qalma olur. Gözləri qıyılır, qəribə bir quruluş yazılan. Elə bunu müğənnilərdə. Niyə müğənniləri deyirəm? Çünki müğənnilər sosialdır, hamımız görürük. Amma sıvı üzgərmədə belə bir şey yoxdur. Heç bir cizgilərini dəyişmədən 10 il, 15 il əvvəlki vaxtda kimi üzümüz daha liftingli, parıltılı, demək gözəl görsənir. Ona görə mən, yəni geri dönən bir şeydir də belə deyək. Sıvı üzgərmənin ömrü məsələn 1 il yarımdır, məsələn, amma əməliyyat elədi ki, geri dönməyən bir prosedurdur. Artıq siz bundan barışmalısınız. Nə yarandısa o sifətlə yaşamağa demək məcbursunuz. Səidə xanım, sizin sözünüzə qüvvət çox maraqlı bir şeydir. Həqiqətən əməliyyat olunmuş. Yəni mən kimisə qınamıram, düzdür, hər kəsin öz qərarıdır, amma siz dediyiniz kimi də Allah bizi fərqli yaradıb da, individual yaradıb da. Məsələn, mənim cizgim sizin cizginizdə eli deyil, mənə özümə məxsusdur da. Və amma əməliyyatla üzgərmə olan xanımların hamısının üz quruluşu eyniləşir. Gözlər dartılır və bu qədər dartılmağa nə ehtiyac var? Həqiqətənmi bu gözəllik kimi anlaşılır? Onu da bilmirəm. Yəni bəlkə həqiqətən mən qəbul eləmirəm onu. Deyirlər ki, mənim gözümü, qaşımı qaldır, nə saçıma qədər, hətta bir türk kosmetolog da bu barədə danışır. Niyə bu dərəcədə qaşlarının qalxmasını istəyirlər? Qaş qalxmalıdır, sözsüz ki, botoksdan sonra qaş qalxır və yaxşı bir görüntü yaranır. Bununla mən razıyam. Amma xanımlar istəyir ki, qaş ucu tam demək saç köklərinə qədər getsin, amma bu düzgün həm mümkün deyil botoksdan. Yəni biz buradan yalan deməməliyik. Botoksunu o dərəcədə yuxarı qaldırmaq mümkün deyil, həm də bu demək düzgün deyil. Yəni xanımlarda çox aqressiv əsəbi görünüş yaranır. Niyə xanımlar qaşlarının elə iti olmasını, dodaqlarının o dərəcədən 5 qram dolğu edib niyə ördək dodaq kimi görsənməsini, yəni mən anlamıram bunları nəyə görə istəyirlər. Yəni belə bir şey yaranır. Bir də sizə bir şey deyim, üzr istəyirəm, Nadiqa, belə bir şey demək istəyirəm. Bəzən pasientlər eləsi var ki, psixoloji problemi olan xanımlar var. Razıyam. Onlar artıq dayanmaq bilmirlər. Bir başlayırlar, ardı gəlir. Onun biz necə məsələn deyirəm də ən çox da dodaqda hiss olunur 1 qram, 2 qram, 5 qrama qədər məsələn mən onda artıq imtina eləyirəm, deyirəm ki, yox sənin artıq. Çünki bizim dodaqlarımız çox kiçik orqanlardır və ora demək biz həddindən artıq dolğu vursaq, orada artıq yerləşməyə yeri yoxdur və istər-istəməz kənarlara, bığ nahiyəsinə, ağız ətrafına miqrasiya edə bilər. Necə ki, botoksa difuziya var, yəni bir əzələdən digərinə yönlənir, dolğularda miqrasiya deyilən bir şey var. Əgər biz onu həddindən artıq dolğu etsək, başlayacaq həmən dediyimiz problemlər yaşamağa, yəni ətrafındakı toxumalara miqrasiya etməyə. Ona görə biz demək dolğuları öz miqdarı. Məsələn, mən gizgah nahiyəsindən 1 qramdan artıq dolğu vurmuram. Əgər için bir 15
15-20 gündən sonra görsə ehtiyac var, biraz da artırım. Amma məsələn mən eşitmişəm ki, gizgah nahiyəsində 5 qram dolğu var. Yəni bu həmin nahiyə çox kiçik nahiyədir. 2 sm-lik bir nahiyə 5 qram dolğunu, yəni məsələn deyirəm, düzgün deyil. Bunun risk tərəfi də var yəqin ki. Damarlar sıxa bilər, baş ağrı verə bilər. Ümumiyyətlə mümkün deyil. 5 qram dolğu gizgah nahiyəsinə mümkün deyil. Yəni belə yanağına, hər yanağına 3-4 qram vururlar. Bu hissələr şişir. Heç xoşa gəlimli bir görüntü yaranmır. İfratdır da, artıq bəli. İfrata getmə. İfratın belə deyək də hər sahədə ifrata gedilirsə, istənilən bir şey qəşəng alınmır yəni. Mənə elə gəlir ki, psixoloji problem var. Dərimizə nə qədər bioelektrik olar, mezollar, gənclik aşları, sıvı üzgərmə, bunlar hamısı bizi gözəlləşdirir, dərimiz tərəvətlənir. Amma dolğunu ifrat dərəcədə etmək bu artıq heç də xoşa gələn bir görüntü deyil. Mən ondan razıyam ki, təbii ki, yəni məsələn bizim ətrafımızda, çevrəmizdə olan xanımlar da var. Məsələn, mən özümün rəfiqəm var, əməliyyatı eləyib, siz demişkən də, yəni dayanmır. Yəni bir əməliyyatla başlayıb dayanmır. Artıq mən ona deyirəm ki, sən psixoloqa get. 4-5 əməliyyat eləyirlər. Bəli. Eyni zamanda da inyeksiya artıq orada da ifrata varılırsa, artıq adamı psixoloqa yönləndirməyin vaxtı demək olar. Səidə xanım, mənə çox maraqlı gəldi sizin bu üzgərmə məsələniz. Çünki xanımlar həqiqətən öz üz quruluşundan saxlayıb üzgərmək effekti verir və 10-15 yaş cavanlaşdırılsa, demək ki, çox gözəl bir şeydir bu. Effekti nə qədərdir? Yəni nə qədər qalma müddəti var? Bəli, sıvı üzgərmə minimum 2 prosedur olmalıdır. Bu zaman qalıcılığı 1 il yarımdır. Yaş məhdudiyyəti var, 35 yaşdan yuxarıdır. 35 yaşdan aşağı xanımlar etməməlidir. Nəyə görə? Çünki 35 yaşdan aşağı bizim dərimizdə kollagen miqdarı normadadır. 35 yaşdan yuxarı hər bir xanıma həyatında bir dəfə də olsun sıvı üzgərməni etməyi məsləhət görürəm. Sıvı üzgərmə effekt verməyə bilərmi? Məsələn, pasiyentlər deyir ki, doktor, biz sıvı üzgərmə elədik, amma dəyişiklik yoxdur. Üzümüzdə bir neçə qat var və sıvı üzgərmənin öz təbəqəsi var. Biz kanyulanı və yaxud da iynəni həmin qata yerləşdirəndə, demək, həmin maddə o qata yerləşir. Əgər biz səhvən digər qata yerləşdirsək, heç bir nəticə olmaya bilər. Bundan razıyam. Amma düzgün etdikdə və öz nöqtələrinə, düzgün proyeksiyada preparatı yerləşdirəndə mükəmməl nəticə almaq olur. 2 seans qalıcılıq 1 il yarımdır. Əgər imkan varsa 3 seans da etmək olar, amma minimum 1-2 seans eləmək məsləhətdir. Məsələn, bir prosedur, bir sıvı üzgərmə, yəni polimaloçka belə deyək, arasında belə deyirik, bir sıvı üzgərmə 3-4 biorevitalizasiyanı əvəz eləyir. Yəni 3-4 dəfə biorevitalizasiya, mezoterapiya getməkdənsə, gənclik yaşına getməkdənsə, məsələn, bir seans sıvı üzgərmə etməyə mən tərəfdarıyam. Səidə xanım, bir məsələyə toxunmaq istəyirəm, yaş məsələsi. Mənim biraz həssas nöqtəmdir. Baxırıq ki, bəzən çox gənc xanımlar bu tendensiyadır da, Instagramda, YouTube'da, hər yerdə açırlar. O qədər sosial şəbəkələrdə görürlər ki, kosmetologiyanı, inyeksiyanı artıq bunlar da istəyirlər. Yəni çox gənc xanımda artıq baxırsan ki, botoksuna başlayıb, artıq baxırsan ki, üzündə dolğu var və s. və ilaxır. Ümumiyyətlə inyeksiyon kosmetologiyaya başlamağın yaşı varmı? Əslində qalsa 18 yaşdan aşağı demək pasiyentləri bizim qəbul etmə ixtiyarımız yoxdur. Bu cinayət işidir. Heç bir prosedur olunmamalıdır. 18 yaşdan aşağı, yuxarı oluna bilər. Amma məsələn mən 25 yaşdan aşağı heç bir xanıma üzünə mezo bio etməyin tərəfdarı deyiləm. Nəyə görə? Bayaq dediyim kimi 25 yaşa qədər bizim üzümüzdə hialuron turşusu normadadır, hətta normadan artıqdır. Biz orada yəni vurmağın mənası yoxdur. Mən məsləhət görürəm xanımlar 28 yaşdan sonra prosedurlara başlasınlar. Nəyə görə? Çünki həmin yaşdan artıq biz elə fikirləşirik ki, biz 40 yaşdan sonra qocalırıq. Bu çox səhv fikirdir. Biz əslində 25 yaşdan sonra bizim dərimizdə kollagenda, hialuron turşusu miqdarı da tədricən azalmağa başlayır. Ona görə mən məsləhət görürəm ki, 28 yaşdan artıq prosedurlara başlasınlar. Amma ağır prosedurlar deyil. Yüngül mezollar, yəni vitaminlər. Dəriyə vitaminlər, necə daxilə vitamin qəbul edirik, elə yüngül mezoterapiyalar edə bilərlər. Amma məsələn 30 yaşdan, 35 yaşdan yuxarı isə artıq biorevitalizasiyalar məsləhətdir. Nəyə görə? Artıq dərinin nəmlənməyə ehtiyacı var. Əgər dəri nə qədər quru olursa, bir o qədər problemlər yaranır. Çünki bilirik su həyatdır, həyatımızın 80% sudur. Dərimizdə də suyu miqdarı azaldığına görə demək dərdə problemlər başlayır. Səidə xanım, gözaltı işıq dolğusu. Çox istifadə olunur, çox müraciət olunur. Risk tərəfi varmı və effektivdirmi? Ümumiyyətlə işıq dolğusu haqqında biz biraz gözaltısı həssas yer olduğuna görə biraz onu açığı çəkinirəm. Heç vaxt elətdirməmişəm, elətdirərəmmi bilmirəm, amma çox risk kimi gördüyüm bir nahiyədir. Ciddi bir nöqtəyə toxundunuz. Əslində qalsa işıq dolğusu haqqında biz saatlarla danışa bilərik. Nəyə görə? Baxmayaraq kiçik bir nahiyədir. Əslində qalsa işıq dolğusu hər xanıma olmaz.
Aha. Məsələn, əgər xanımda qrıja, yəni yırtıq varsa göz altında, bunu necə test eləyirik? Əlimizlə gözümüzün üstünü basaraq, əgər gözün altında şişkinlik yaranırsa, demək bu xanımda qrıja var. Və yaxud da səhərlər duranda gözün ətrafında şişkinlik olursa, ödem olursa, bu xanımlara işıq dolusu qəti qadağandır. Olmaz. Əgər biz həmin nahiyyə işıq dolusu etsək, daha da xanımda başlayacaq ödem və orada şişkinliklər olur. Və 1 aydan, 2 aydan sonra xanım məcbur qalıb həmən dolğunu əridir. Ümumiyyətlə göz altına demək mezo, bio və işıq dolğusu. Onun kosmetolog təyin etməlidir ki, hansı pasiyentə mezo lazımdır, hansına bio, hansına işıq dolğusu. Məsələn, göz altında qaralıq varsa, bura işıq dolğusu lazım deyil, bura mezo lazımdır ki, mezoterapiya. Həmən qaralığı aradan qaldırmaq üçün. Və yaxud da qırışlar yaranıbsa, bu zaman biorevitalizasiya lazımdır ki, hialuron həmən qırışları hamarlasın. Yox, çökəklik varsa, gözün dərin çökəkliyi varsa, bu zaman işıq dolğusu istifadə etmək lazımdır. Mən demək olar ki, ildə çox az, bəlkə də bir ildə inanın maksimum 10 işıq dolğusu eləyirəm. Nəyə görə? Çünki hamıya işıq dolğusu olmaz. Əgər biz səhvən eləsək, yenə dediyim kimi, demək fəsadlar ala bilərik. Bir də ceyran göz proseduruna toxunmaq istəyirəm. Mən ümumiyyətlə mən həmişə deyirəm ki, pasientlərə öncə sağlamlıq, sonra gözəllik. Yəqin ki, mənim fikrimdən razısınız. İnsanın birinci sağlamlığı olmalıdır. Yəni o ceyran göz prosedurunu da bu da bir çox dəb halındadır. Hamı ceyran göz haqqında maraqlanır. Amma sizə bir şey deyim ki, göz ətrafı nahiyyə, demək dolğunu, məsələn ceyran göz prosedurunu mən hamıya məsləhət görmürəm. Orada mənə demək pasientlər yazırlar, doktor, sonra gözümüz üstü torbalandı. Hətta bir aparıcı var, buradan adını demək istəmirəm. Mən bir yeni ildə Qusar rayonunda iştirak edirdim. Mən gördüm ki, həqiqətən onun da gözünün üstü çox tanınmış bir aparıcıdır. Gözün üstündə çox böyük torbalıqlar var idi. Yəni mən məsləhət görürəm ki, əgər çox çökək yoxdursa bu hissədə, belə batıqlıq yoxdursa, mən demək ceyran göz prosedurunun tərəfdarı deyiləm bir həkim olaraq. Yəni göz ətrafı nahiyyə o qədər yəni işləmək məsləhət deyil, yəni dolğu eləmək. Yəni mən onun tərəfdarı deyiləm şəxsən. Ceyran göz prosedurunu, amma baxmayaraq ki, xanımlar hamı ceyran göz proseduru. Məsələn mən şəxsən özümə və yaxud da sizi bir yaxın olaraq yer demərəm ki, Namidə xanım gözünüzün üstünə ceyran göz dolğu vurdurun. Yəni göz elə bir incə orqandır ki, yəni orada yəni biz onu qorumalıyıq, gözlərimizi qorumalıyıq. Siz indi danışdıqca mən belə çox təəccüblə sizi izlədim, çünki 2 gün əvvəl çox yaxınım kosmetoloji prosedur inyeksiya elətdi, amma o səhər-səhər yuxudan oyananda gözaltı torbalanması olur, amma gözaltına inyeksiya olundu. Artıq siz dediniz, mən bildim ki, doğru deyil. Göstəriş olan bir prosedur olunubdur. Yəni yenə deyirəm, kosmetologiya Namidə xanım bu tibbi bir sahədir. Bizim üzümüzdə demək bədənimizin bir orqanıdır. Əksinə üzümüzdə damarlar, sinirlər daha demək miqdarı artıqdır. Nəinki bədən üzvlərimizdə, bunu bütün həkimlər bilir ki, üzdə damarların, sinirlərin miqdarı daha çoxdur. Ona görə daha diqqətli olmaq lazımdır. Bunların hamısının topografiyasının, yəni yerləşməsinin, bunların qatları, funksiyasının, fiziologiyası, yəni məsələn botoks böyük bir fizioloji prosedurdur. Orada sinirlərin keçirilmə məsələsi var. Botoksu elə etmək lazımdır ki, orada sinirlər demək keçiriciliyinə tam demək əzələ iflici olsun, nə də tam məsələn götürək 6 aydan tez botoks etmək olmaz. Nəyə görə? Məsələn mən eşitmişəm 3 aydan da bir botoks elətdirən xanım. Qətiyyən olmaz. Elə belə şeylərə görə də xanımlarda botoks tutmur. Nəyə görə? Çünki məsələn 4 aydan sonra botoks açılsa da 6 aydan tez etmək olmaz. Biz əzəliyə biraz vaxt verməliyik ki, rahatlasın, özünü bərpa etsin, qidalansın, sonra botoks edək. Amma elə xanım var ki, 2-3 aydan bir botoks eləyir, qətiyyən olmaz. Bu əksinə əzələlərə ziyandır. Bunu da qeyd eləmək lazımdır. Səidə xanım, bir də botoksla bağlı son bir sualım olacaq. Qol altı botoks. Qolun altına inyeksiya olunan botoks tərləməyə qarşı məsləhət görürsünüzmü? Bəli, çox demək olar ki, çox gənc indi bilirsiniz ki, həyat tərzimiz elədir ki, çox stresslə üzləşirik. Yəni bu istəsəydi, istəməsə belədir. Məsələn, tıxaclar, iş rejimi, ümumiyyətlə insanlar biraz aqressivləşiblər. Ona görə insanlarda bu demək nevrotik hal olaraq tərləmə daha çoxdur. Əllərdə, ovucularda və qoltuq altı nahiyədə. Qoltuq altı nahiyə mən çox tərəfdarıyam. Nəyə görə? Çünki burada həm demək görüntü cəhətdən kompleks yaşayırlar pasientlər. Cavan qızlar, oğlanlar
inanın onlar deyir ki, biz paltarda göründü, Bəli. sonra pis, iyi, yəni bu demək xanımları, bəyləri narahat edir və bu botoksdan sonra mən həddən artıq xoşlayıram bu proseduru. Pasientlər o problemlərdən azad olurlar. Yəni necə ki, üzümüzə botoks prosedur edirik, eyni ilə də qol altı etmək olar və bu, yenə deyirəm, həm gözəllik, həm də komplekslərdən azad olurlar insanlar. Səidə xanım, bəs belə deyək də, indi bəlkə də doğru bilinən yanlışlardan deyə necədir bilmirəm. Əslində deyirlər ki, tər qol altından çıxmalıdır. Çünki orada yığılıb qaldıqdan sonra hər hansı bir fəsadlaşmasını verə bilər. Bəs biz qol altını bax əzələri iflic eləyib təri çıxmağa qoymadıqdan sonra bir neçə il sonra bunun ağırlaşması, fəsadlaşması olmurmu? Bilsin necədir? Yəni tər bizdə tək qol altından deyil, bütün orqanizmimizin, bədənimizin hər bir nahiyəsindən tərlə ifraz olunur. Sonra digər orqanlarla bədənimizdə olan toksinlər, şılaqlar ifraz olunur. Tək qol altını botoks etməklə biz həmin toksinlərin qabağını almırıq. Bilirik ki, qol altından toksinlər ifraz olunur, tərlə yanaşı. Bizim yenə dediyim kimi, demək, ağciyərlərimizlə, demək, uroloji yollarla, demək, bədənimizdə olan toksinlər ifraz olunur və tək qol altı deyil, bədənimizin bütün nahiyəsi tərlədiyinə görə həmin nahiyələrdən, demək, tər ifraz olunur. Yəni o qədər də təhlükəli yoxdur, Təhlükəli deyil. deyirlər. Əgər təhlükəli olsa, mən onu həqiqətən qeyd edərəm. Ümumiyyətlə, mənim pasientlərim mənə tanır ki, nəsə bir şey əks göstərişsə onu etmirəm. Yəni deyirəm ki, pasient istəsə də deyirəm, yox, bu sizə olmaz. Yəni bunu demək lazımdır, çünki sonra pasient deməlidir ki, axı sən həkimsən də, sən bunu məndən yaxşı bilirsən. Mən bilməmişəm. Güvənməlidir də. Yəni Əlbəttə, güvən ilk növbədə pasientin güvənini qazanmaq lazımdır. Nəyə görə? Çünki o sizə güvən, heç tibbi bilmir və siz onu yönləndirməlisiniz. Məsələn, mən xoşlamıram, pasient gəlib deyir ki, doktor, mən bu proseduru istəyirəm, bu mən pasientlərim bilir. Çünki biz gedib terapevtə demirik, axı mənim bu antibiotiki böbrəyimə yaz, mədəmə bu demək preparatı yaz. Biz gedib yaxınlaşırıq və deyirik ki, həkim ağrıyıram, məni demək o zaman həkim ən doğru bildiyini eləyəcək yəni. Bəli, burada da belədir. Kosmetologiyada belədir. Siz yaxınlaşırsınız, demək həkim sizin üzünüzə baxır və sizə hansı prosedurun məsləhət olduğunu qeyd edir. Məsələn, götürək kosmetologlar hər bir preparatı götürür, əlində tutur və insanlar son qəpiyinə qədər verir və nəticə olmur. Mən də onlara deyirəm ki, günah sizdədir. Nəyə görə? Siz gedib kosmetoloqa deməməsiniz ki, mən bu proseduru istəyirəm. Demək lazımdır ki, mənə hansı prosedur məsləhətdir. Onda həkim də məsuliyyət daşıyır və bilir ki, bu elə prosedur etməlidir ki, onun bir nəticə olsun. Bu mövzular çoxdur. Sizlə çox şey danışa bilərəm həqiqətən və mənə xoşdur ki, bunları sizlə danışam. Çünki sırf tibb təhsili olmağınız mənim üçün çox güvənli, belə deyək ki, təqdimatdır. Son sualım olacaq sizə. Sizin səhifənizi izlədim, Instagram səhifənizi baxdım təbii ki və məndə belə bir fikir yarandı. Bizim həkim kosmetoloqumuz özünə heç bir inyeksiya eləmirmi? O qədər bilinmir ki, heç nə. Bir də Səidə xanım özünə inyeksiya prosedur eləyirsə nə eləyir? Çünki heç nə bilinmir yəni. Bunu adətən pasientlər hətta belə deyirlər ki, doktor, deyəsən özünüzə prosedur eləmirsiniz. Amma inanın, mən ən yaxşı prosedurları elətdirirəm. Mənim 50 yaşım olacaq noyabr ayında və sözsüz ki, 50 yaşında xanımın üzündə belə qırışsız olmaz. Mən demək, dərimin keyfiyyətini artırıram, qırışlar olmasın, dərim lifting olsun və amma özümü sevirəm və öz qoluşumu dəyişmək istəmirəm. Bunu hamı deyir ki, çox adam deyir ki, doktor, deyəsən prosedur eləmirsən, amma mənim 50 yaşım var və 50 yaşında belə qalmaq mümkün deyil. Prosedurlar edirəm və öz cizgilərimi dəyişmədən olduğum kimi qalaraq xoşlayıram belə olsun. Mən sizə bir şey deyim, pasientlərimin 80% də belə xoşlayırlar. Yəni mənə elə bir nəsə təsadüfən elə pasientlər yaxınlaşırlar ki, deyirlər, doktor, biz cavan görünək, amma demək dizgilərimiz dəyişməsin, başqa adama oxşamayaq belə deyək, amma cavan görsənək və sözsüz ki, pasientlərim də razıdır. Biz dediyimiz kimi özü olaraq qalan insanlar var yəni. Belə bir tendensiyamız var. Prosedurlar edək, amma özü olaraq qalsın. 10-15 il əvvəlki vaxtına qayıtsın. Məncə ən doğrusu budur. Bir də insan müəyyən qədər yaşlılığını da qəbul etməyi bacarmalı. Siz çox qəşəng deyirsə 50 yaşım var. Mənə lazımdır ki, təbii ki, qırış da olacaq, amma dərim fərah olsun, təzə olsun, fresh olsun. Əlbəttə, bizim məqsədimiz qırışlar olmasın, dəri parıldasın, lifting olsun. Yəni deyək ki, kompleks yaşanmasın. Hətta mənə inansı 70-75 yaşında pasientlər yaxınlaşır, deyir, doktor, mən əslində istəmirdim gələm, amma o qədər kompleks yaşayıram. Ətrafımda hamı qəşəng görsənir, istərsəməz məcburən mən də gəlmək istəyirəm. Ümumiyyətlə pasient indi xanımlar bəziləri var ki, deyirlər, doktor, biz prosedur istəmirik, amma işi ofisdə iş yoldaşlarımız hamısı etdiyi
göstərdiyinə görə biz geri qaldığımıza görə istəyirik ki, biz də daha gözəl göstərək. Bu da artıq kütlə psixologiyası. Düşünürəm ki, növbəti dəfələrdə bu barədə sizlə danışacağıq. Sədə xanım, sizi tanımaq çox xoş oldu. Sizlə belə deyək, podkast çəkmək də, məlumat almaq da, sizi dinləmək də çox xoş oldu. Təşəkkür edirəm bura qədər gəldiyinizə görə, zaman ayırdığınıza görə. Bugün də qızınızın ad günüdür. Təbrik edirəm elə buradan da. İnşallah ki, düşünürəm növbəti dəfələrdə görüşərik. Çox sağ olun ki, bu qədər vicdanla və düzgün şəkildə insanlarımıza qarşı davranırsınız. Təşəkkürlər. Təşəkkür edirəm, sağ olun. Belə, əziz izləyicilər, növbəti podkastımızın sonuna gəldik, çatdıq. Düşünürəm ki, sizlər üçün çox maraqlı və faydalı olan məlumatları sizlərlə paylaşdıq və məsələlərə toxunduq deyə. Biz sona qədər izlədinizsə nə xoş bizə. İzlədinizsə izlədiyinizi bildirmək üçün bizi bir bəyənin və aşağıda kommentariyalarınızı yazın, fikirlərinizi bildirin. Bizim üçün də xoş olar ki, sizin kommentariyalarınızı cavablayaq. Belə, mən sizinlə sağollaşıram. Növbəti podkastda görüşərik. Hələlik.